bağışlayan və mehriban Allahın adıyla. Qulaqları və ürəkləri döyəcləyən və Allah düşmənlərini əzən o dəhşətli hadisə. Nədir o döyəcləyən və əzən dəhşətli hadisə? Və sən nə bilirsən ki, o döyəcləyən dəhşətli hadisə nədir? O hadisə qiyamətin qopmasıdır. O gün insanlar kəpənək kimi ətrafa səpələnər. Dağlar didilmiş rəngarəng yun kimi havada parça-parça olacaqdır. Amma ölçülmüş əməlləri ağır və dəyərli gələn, əqidə və əməlləri gözəl olan, kəs razı qalacağı xoş bir güzaran içində olacaqdır. Amma ölçülmüş əməlləri yüngül və dəyərsiz gələn, əqidə və əməlləri fəsadlı olan, kəsin isə məskəni və pənah yeri haviyə olacaqdır. Sən nə bilirsən ki, haviyə nədir? Olduqca qaynar və yandırıcı bir oddur.